Azərbaycanda sosial şəbəkələrdən istifadə ilə bağlı yeni qaydalar tətbiq oluna bilər. Milli Məclisdə birinci oxunuşda qəbul edilən qanun layihəsinə əsasən 16 yaşdan kiçik şəxslərin sosial şəbəkə platformalarında hesab yaratmasına icazə verilməyəcək. 16-18 yaş arası yeniyetmələrin hesab açması isə valideyn və ya qanuni nümayəndənin razılığı ilə mümkün olacaq. Yaşın təsdiqlənməsi üçün mobil nömrə, elektron poçt və bank kartı məlumatlarından istifadə ediləcək. Yeni qaydalara görə valideynlər övladlarının platformada istifadə vaxtına, qarşılaşdığı məzmuna və reklamlara nəzarət edə biləcəklər. Platformalar isə zərərli məzmunları aşkarlayaraq ən gec 24 saat ərzində müdaxilə etməli olacaqlar. Qanun layihəsində həmçinin qeyd olunur ki, yaş yoxlanılması üçün toplanan şəxsi məlumatlar başqa məqsədlərlə istifadə edilə və ya saxlanıla bilməz. Yoxlama başa çatdıqdan sonra silinməlidir. Layihə Milli Məclisdə müzakirələrdən sonra səsə qoyularaq birinci oxunuşda qəbul edilib.